Bismillah. Bürclərin 19 aprelə ən dəqiq ümumi proqnozu və günün ən şanslı, pulda ən şanslı bürcləri və ən gərgin bürcləri ilə bərabər. Bürclərin 19 aprel proqnozu belədir. Qoç, bu gün enerjin yüksəkdir, işləri sürətlə həll edə bilərsən, amma yenə də tələskən qərarlardan qaç. Buğa, sakit və balanslı gündür, maddi məsələlərdə sabitlik hiss edəcəksən. Əkizlər, yeni ideyalar və xəbərlər gündəmdədir, ünsiyyət sənə uğur gətirəcək. Xərçəng, ailə və şəxsi həyat ön plandadır, duyğularını idarə etsən rahat gün keçəcək. Şir, özünü göstərmək üçün əla gündür, diqqət mərkəzində ola bilərsən. Qız, planlı və məhsuldar gündür, iş və maliyyədə uğur əldə edə bilərsən. Tərəzi, biraz qərarsızlıq yaşaya bilərsən, tələsmədən seçim et. Əqrəb, daxili gücün artır, çətin məsələləri həll etmək üçün uyğun gündür. Ox atan, hərəkətli və uğurlu gündür, yeni fürsətlər qarşına çıxa bilər. Oğlaq, işdə məsuliyyət artır, səbirli olsan nəticə müsbət olacaq. Dolça, yaradıcı enerji yüksəkdir, fərqli ideyalar uğur gətirə bilər. Balıq, hisslərin səni yönləndirəcək, intuisiyan güclü qərarlar verməyə kömək edəcək. Günün ən şanslı bürcləri, şir, parlayır və diqqət çəkir, ox atan, fürsətlər və uğur, qız, iş və pulda yüksəliş. Günün ən gərgin bürcləri, tərəzi, qərarsızlıq, xərçəng, emosional həssaslıq, oğlaq, iş yükü və yorğunluq.